Qışda moto sürərkən üşüməyimizin səbəbi nazik geyinmək deyil, düzgün geyinməməkdir. Nəzərə alın ki, bizi isti saxlayan qalın geyimlər deyil, arada qalan hava boşluqlarıdır. Elə buna görə də qalın sviterlər yerinə termal içlik geyinmək daha effektlidir. Termal içliklər bədən temperaturunu eyni saxlayaraq səni üşüməyə qoymur. Eyni zamanda tərləmənin də qarşısını alır və səni ağırlaşdırmır. Yəni mototsikldə hərəkət məhdudiyyəti də yaratmır. Əgər qışa uyğun motosikl geyimin yoxdursa və hal-hazırda almağa imkanın da çatmırsa, bu da problem deyil. Birinci, pambıqdan uzaq dur. Pambıq təri çəkir və səni daha tez üşüdür. İkinci, qat-qat geyin, amma ağılla geyin. Termal içlik, üstə gəl normal moto geyim çox vaxt bəs eləyir. Üçüncüsü isə əgər normal qış geyimin yoxdursa, hazırki geyiminin üzərindən yağmurluq geyinə bilərsən. Yağmurluq küləyin qabağını kəsərək qışda böyük fərq yaradır. Amma burada diqqət eləməli olduğumuz bir dənə məqam var. Bazarda satılan ucuz yağmurluqlar qısa məsafələrdə kömək olsa da, uzun məsafələrdə içəridə tər yığıb bizi daha çox üşüdə bilər. Buna görə də nəfəs ala bilən yağmurluq almağın daha tövsiyə olunandır. Yəni dostlar, qışda üşüməmək üçün bahalı geyimlər şərt deyil. Düzgün kombinasiya bizi isti saxlayır.